Üzümü necə budamaq lazımdır? Asma üzümləri. Ümumiyyətlə aşağı hissədən başlayırıq, kök hissədən. Nə qədər budaqlar çıxıbsa, onları kəsirik. Onlar həm meyvə vermir, həm də bitkimizin əlavə enerjisini alır. Baxın, bu cür çıxan budaqların hamısını kəsmək lazımdır. Videonu tək çəkdiyim üçün bəzən keyfiyyətsiz olur video. Onun üçün üzr istəyirəm. Bəzi yerlərdə keyfiyyətsiz düşür. Çox üzr istəyirəm. Qalın olan budaqlarda üç göz saxlamaq lazımdır mütləq. Və gövdəyə yaxın olan budaqları saxlamaq lazımdır. Çünki gövdəyə, yəni ştamp hissəyə yaxın olan, o hissəyə yaxın olan budaqlar saxlanmalıdır. Çünki burada qida maddəsini daha tez mənimsəyə bilir, daha yaxındır və daha tez alır. Və onda daha yaxşı meyvələr olur. Nazik, zəif budaqlarda isə iki göz saxlamaq məsləhət görülür. Baxın, bu cür bir-birinə dəyən budaqları kəsmək lazımdır. Bunlar sıxlıq yaradır. Əsas ştamp hissəni açmaq lazımdır ki, açıqlıq olsun ki, günəş ştamp hissəyə dəyə bilsin və meyvələr yaxşı günəş ala bilsinlər. Yoxsa mildiyu, mildiyu xəstəliyindən baş alıb gedəcək bağımız. Ümid edirəm ki, faydası olar. Videonu bəyənib takip etməyi unutmayın.